Və aleykum əssalam Atullah. Qardaş sual deyir ki, mənim oğlumun 8-9 yaşı var və mən həmişə imamlıq edirəm, o mənim arxamda namaz qılır. Amma oğlum mənə deyir ki, olarmı mən də imamlıq edim? Və qardaş deyir ki, mənim oğlum da surələrin bilir, sözlərin, hər şeyin yerli yerində bilir. Belə halda olarmı? Ümumiyyətlə, bəzi alimlər qeyd ediblər ki, əgər uşaq həddi buluğa çatmayıbsa, onun imamlıq eləməyi düzgün deyil. Amma bəzi alimlər də deyiblər ki, imam həddi buluğa çatmasa da, yəni uşaq həddi buluğa çatmasa da, amma zehinlidir, ondan sonra hər şeyin bilir, fiqh əhkamını bilir, namazda hansı əməl tərk olunsa necə olacaq, bu olsa necə olacaq, yəni namazın, dəstəmazın əhkamlarını zaten bilirsə və o insan imam dayana bilər. İndi siz də baxın görün oğlunuz namazın, rukunların, fərzlərin, sünnələrin bilirmi? Yəni rukunu tərk etsə nə olacaq, fərzi tərk etsə nə olacaq, sünnəni tərk etsə nə olacaq? Və həmçinin dəstəmazın şərtlərin, qaydaların, dəstəmazı pozan amilləri bilirmi? Əgər bütün bunları sizin oğlunuz bilirsə, inşallah imam dayansın. Yox, əgər bunları bilmirsə, o zaman imam qoymayın dayanmağa, amma qoy özü üçün ayrıca namaz qılsın. Əgər özü namaz qıldırmazsa, qoy buraxın başını, qoy özü üçün tək qılsın ki, hətta öyrəşsin bu əməllərə. Amma bu əhkamları bilmirsə, imam qoymayın.